Hər vaxtınız xeyir olsun əziz dostlar, dəyərli məni izləyən izləyicilərim. Qusar rayonunun Qayıkənd kəndi. Qusarın mərkəzindən 3 kilometr məsafədə yerləşir və meşə ərazisində bir tərəfi meşə, bir tərəfi çay və bu kəndin demək olar ki girişində Qusar Qala ailəvi istirahət mərkəzinin yanında 2 mərtəbəli yaşayış üçün tam hazır və yararlı 15 il bundan qabaq inşa edilən mişar daşından və 2 kəmərli yaşayış evi təcili satılır. Bu ev 2 mərtəbədən ibarətdir. Hər mərtəbəsində 3 otaq var, 2 yataq, 1 mətbəx, 4 otaq belə götürək. İndi daxil oluruq biz evin içərisinə. Bura hamam otağıdır. Girişdə 2-ci mərtəbənin pilləkənidir. Bu da 1-ci mərtəbənin qonaq otağıdır. Bura 1-ci mərtəbənin mətbəxidir. Bura bir yataq otağıdır 1-ci mərtəbənin. Burada qaraj hissəsidir, qaraj otağıdır. Və buradan qalxırıq biz 2-ci mərtəbəyə. Belə bir pilləkənlər. Bu 2-ci mərtəbədə burada mətbəx üçün ərazidir. Mebeli falan yoxdur. 2-ci mərtəbə tam hündürlüyü 3 metrdir. Yerdən tavan hissəsinə 2-ci mərtəbə bax belədir. Bu qonaq otağıdır. Bu bir yataq otağıdır. Bu 2-ci yataq otağıdır. Bu da 3-cü yataq otağı. Belə bir xırda mebelləri də var. Yəni divar kağızları vurulub, pəncərəsi, deməli döşəmə hissəsi, tavan hissəsi hamı hazır. Yəni bu evə yaşayış üçün istilik sistemi çəkilməlidir, kombi istilik sistemi çəkilməlidir. Bir çatışmayan cəhəti budur. Və 2-ci mərtəbəni göstərdim sizə. Bu pilləkən hissəsidir. Pilləkənlə düşürük 1-ci mərtəbəyə. Bu 1-ci mərtəbənin girişi. Bu hamam otağı. Buralar baxımsızlıqdan su sızması nəticəsində belə bir söküntülər əmələ gəlib. Bura həyətdir. Həyətində hamam otağı var. Əlavə olaraq belə bir bulaq kompleksi var və qaraj hissəsidir. Bura qaraj hissəsidir evin. Bu da çöldən giriş hissəsi. Deməli, bu da həyətə giriş hissənin darvazasıdır. Həyətə giriş budur. Rahat 2-3 maşın, 5 maşın, lazım gəlsə 10 maşını həyətə salmaq olur. Həyət budur. Yəqin üst görüntülərində görürsünüz hal-hazırda. Bir tərəfində qonşu var, yaşayış var, bir tərəfi belə bir boşluq ərazidir. Həyətində tut ağacı, gavalı, əzgil, sonra qoz ağacı var, yemşan var, alça var, ərik var. Yəni bunlar öz ev sahibinin öz istəyinə uyğun əkilən ağaclardır. Və bu evdə demək olar ki yaşayış olmuyor. Demək olar ki yox, ümumiyyətlə yaşayış olmuyor. Bu evin sahibi Rusiyada yaşayır və o səbəbdən də evin satmaq qərarına gəlib. Evin uzunluğu 13 metr,
eni 9 metri və bu artım olan hissə, hansı ki, ikinci mərtəbənin pilləkəni, birinci mərtəbədə hamam otağı, ikinci mərtəbədə mətbəx otağı olan hissə burayla bir yerdə 12 metr, 12,5 metr alınır və ümumi ölçülər budur. Qazı var, suyu var, işığı var, interneti var və hal-hazır ki, tikinti materiallarının qiymətini nəzərə alsaq, bu evin qiyməti 125 min manata təklif olunur. Baxın, əgər uyğundursa, məsləhətli evdir. Kim alsa da sağlığına qismət. Xeyirli olsun.